Təsəvvür edin ki, masanızın üstündə 10 səhifəlik, belə çox mürəkkəb iqtisadi terminlərlə, qrafiklərlə dolu ağır bir hesabat var. Aha. Yəni, adətən heç kimin oxumaq istəmədiyi o darıxdırıcı sənədlərdən. Düzdür, tamamilə. İnsanlar sadəcə, sosial şəbəkələrdə xəbər lentini sürüşdürüb keçirlər. Amma bəzən, baxın, bu çox maraqlıdır, bəzən cəmi 6 sözdən ibarət bircə cümlə bütün cəmiyyətdə sanki bir partlayış effekti yaradır. Hər kəsi danışmağa vadar edir. Bəli, hər kəs hesablayır, mübahisə edir, qaynayır hər tərəf. Bugün sizinlə, məhz bizi dinləyən sizinlə birlikdə bu cür unikal bir vəziyyəti, belə deyək, dərin təhlil edəcəyik. Bugün əlimizdə o dediyim qalın, ağır sənədlərdən yoxdur. Cəmi bir cümləmiz var. Ay sağ olun, mənbəmiz cəmi bir cümləlik xəbər başlığıdır. Cümlə belədir. Uşaq pulu bərpa oluna bilər, məbləğ necə müəyyən ediləcək? Aha. Çox güclü bir cümlədir. Və bu qısa cümlə əslində özündə böyük bir psixoloji, iqtisadi və hətta bürokratik mübarizəni gizlədir. Aha. Bəzən belə qısa xəbər başlıqları, sadəcə insanlara quru fakt çatdırmaq üçün yazılmır. Onlar cəmiyyətin nəbzinə toxunmaq, insanların reaksiyalarını ölçmək üçün xüsusi dizayn edilir. Bizim bugünkü missiyamız da sizinlə birlikdə, iqtisadiyyatın özünü yox, məhz bu cümlənin arxasında yatan o kəskin məntiqi açmaqdır. Düzdür, ehtimalları anlamaqdır. Gəlin elə birbaşa məsələnin içinə girək. Deməli, mənbəmizdəki cümlənin birinci yarısı belə səslənir, uşaq pulu bərpa oluna bilər. Orada mənim diqqətimi dərhal o bərpa sözü çəkir. Mütləq. O çox açar bir sözdür. Çünki, baxın, hər hansı bir şeyi sıfırdan yaratmaq başqadır. Amma onu bərpa etmək, bu tamam başqa bir konseptdir. Bərpa sözü bizə dərhal nəyi xatırladır? Keçmişi. Aha. Keçmiş bir təcrübəni. Bəli, bu vaxtilə mövcud olmuş, insanların xatirəsində xüsusi yeri olan bir sistemdir. Və bu bərpa sözü, inanın ki, oxuyucunun şuurunda dərhal çox güclü bir gözlənti və müqayisə mexanizmi işə salır. Bir şeyi yenidən qaytarmaq qərarı həmişə onu göstərir ki, onun vaxtı ilə ləğv edilməsi cəmiyyət tərəfindən heç vaxt tam həzm olunmayıb. Düzdür, o boşluq həmişə hiss edilib. Tam olaraq. Bu söz təsadüfən seçilmir. O keçmişlə gələcək arasında bir növ körpü rolunu oynayır. Amma bilirsiniz, burada məncə daha böyük bir psixoloji yük o oluna bilər ifadəsinin üzərinə düşür. Çünki bu qəti qərar deyil. Bax, elə bu nöqtədə o oluna bilər ehtimalında mənim ağlıma çox maraqlı bir vəziyyət gəlir. İcazə verin bir analogiya çəkim. Buyurun, buyurun. Bu eynilə vaxtilə çox sevilən, hamının oturub izlədiyi, amma qəfildən, finalı belə olmadan yayımı dayandırılmış məşhur bir teleserialın yenidən ekranlara qayıtması ehtimalına bənzəyir. Təsəvvür edin, prodüserlər çıxıb sadəcə deyirlər ki, serial qayıda bilər. Və fanatlar dərhal dəli olur, hə? Ay sağ olun, internetdə, forumlarda, sosial şəbəkələrdə dərhal qızğın müzakirələr başlayır. Hər kəs həyəcanlanır, amma əgər o serial qaydanda köhnə keyfiyyətdə olmasa, məsələn, ssenari pis yazılsa ya da ən sevilən aktyorlar dəyişsə, onda nə baş verir? O zaman tamaşaçıların qəzəbi qat-qat böyük olur. Bəli, o qəzəb serialın heç qayıtmaması halındakı narazılıqdan qat-qat dəhşətli olur. Məyusluq daha dərindir. Siyasətdə və ya bu cür böyük sosial qərarlarda da bu belə deyilmi? Yarımçıq və ya pis düşünülmüş bir bərpa, heç bərpa etməməkdən daha böyük risk deyilmi sizcə? 100% elədir. Bu serial analogiyasını bəyəndim. Gəlin bunu biraz daha açaq. Çünki vəziyyəti tam güzgü kimi əks etdirir. Əgər bir sosial qərar bərpa edilirsə, cəmiyyət şuuraltı olaraq həmişə keçmişdəki o idealizə edilmiş versiyanı gözləyir. Halbuki o keçmiş versiya heç də ideal deyildi bəlkə də. Təbii ki, deyildi. İnsanlar unudurlar ki, keçmişdə o sistemin də kifayət qədər öz qüsurları, bürokratik əngəlləri var idi. Nostalji həmişə xatirələri gözəlləşdirir, sanki hər şey qüsursuz idi kimi xatırlayırıq. Aha, o çəhrayı eynəklərlə baxırıq. Bəli, bəli. Buna görə də qərar verənlər üçün bu bərpa çox təhlükəli, minalanmış bir yoldur. Gözləntilər o qədər kosmik səviyyədə olur ki, reallıq çox vaxt o ümidləri qarşılaya bilmir. Və dediyiniz kimi, yanlış formatda bir qayıdış sadəcə böyük bir fəlakət, böyük məyusluq yaradır.
Bu belə çıxır ki, mənbədəki o oluna bilər ifadəsi sadəcə olaraq işin uzanması və ya qərarın gecikməsi deyil, bu həm də şuurlu, düşünülmüş bir sığortadır. Yəni dövlət tərəfindən biz bu barədə düşünürük, amma hələ qəti söz vermirik deməkdir. Düzdür, özləri üçün bir xilas qapısı saxlayırlar. Bəs mən sizin də biraz sıxışdırsam, Buyurun. bəlkə də qərar verənlər üçün ortada heç bir konkret plan yoxdur hələ. Bəlkə bu cür başlıqlar sadəcə informasiya məkanına buraxılmış bir, necə deyərlər, sınaq şarıdır. Yəni mediada bu mövzunu bilərəkdən gündəmə gətirirlər ki, cəmiyyətin sizin, mənim, bizi dinləyənlərin reaksiyasını ölçsünlər. Məsələn, görək bu xəbərə kim necə reaksiya verir? İnsanlar nə tələb edir? O sınaq şarı taktikası. Bu əslində ictimai siyasətdə çox klassik, həm də çox effektiv bir metoddur. Doğrudan, yəni tez-tez istifadə olunur. Mütləq. Bəlkə bir qərarı rəsmi bir sənədi elan etməzdən əvvəl oluna bilər, müzakirə edilir. Kimi yumşaq və ya ehtimal bildirən ifadələrlə cəmiyyətin reaksiyasını test etmək siyasi riskləri hədsiz dərəcədə azaldır. Yəni reaksiya pis olsa, geri çəkilmək asan olsun deyə. Ay sağ olun. Əgər xəbər cəmiyyətdə həddindən artıq, belə deyək, aqressiv və ya qeyri-real gözləntilər yaradarsa, qərar verənlər çox rahatlıqla heç bir siyasi zərbə almadan geri çəkilə bilərlər. Çünki çıxıb deyəcəklər ki, biz onsuz da qəti qərar verməmişdik, sadəcə müzakirə edirdik. Məsuliyyət daşımırlar. Bəli, lakin əgər müzakirələr daha sağlam, konstruktiv müstəvidə getsə, insanlar fərqli və faydalı təkliflər irəli sürsə, o zaman prosesin növbəti mərhələsinə keçmək üçün yaşıl işıq yanır. Yəni bu, birbaşa cəmiyyətin nəbzinə qoyulan bir barmaqdır. Yaxşı. Gəlin onda o barmağı nəbzdən çəkək və cümləmizin o biri yarısına keçək. Hansı ki, mənim fikrimcə ən dəhşətli, ən baş ağrıcı tərəfi məhz budur. Mənbədəki o qısa cümlənin ortasında bir-iki nöqtə var və ondan sonra əsas tapmaca başlayır. Məbləğ necə müəyyən ediləcək? Ən qəliz məsələ. Baxın, 2 nöqtəyə qədər hər şey emosiyadır. Bayaq dediyimiz kimi keçmişdir, serialın qayıtması həyəcanıdır. Amma 2 nöqtədən dərhal sonra vəziyyət birdən-birə ciddiləşir. Soyuq riyaziyyat, bürokratiya, iqtisadi hesablamalar dövrəyə girir. Diqqət edin, xəbərin özü bizə məbləğ filan qədər olacaq demir. Demir, sadəcə sual qoyur. Bəli, o məbləğin necə, hansı yolla hesablanacağının əsas müzakirə mövzusu olduğunu bildirir. Çünki, inanın mənə, o necə sualı, nə qədər sualından bəlkə də 10 dəfə daha mürəkkəbdir. Biz oxucular və ya dinləyicilər olaraq adətən belə xəbərlərdə yalnız büdcə məhdudiyyətlərini düşünürük. Yəni deyirik ki, dövlətin pulu çatacaq ya yox? Bəli, elə bilirik ki, yeganə problem dövlətin kassanın ağzını açıb nə qədər pul ayıracağıdır. Amma əsl böyük problem, əsl qara dəlik mexanizmin özündədir. Söhbət pulun miqdarından yox, ədalətli, şəffaf və ən əsası şəkildə işlək bir paylanma düsturunun tapılmasından gedir. Və bu məbləği müəyyən etmək üçün hazırda masanın üzərində tamamilə fərqli fəlsəfələr, fərqli yanaşmalar ola bilər. Və açığı, onların hər birinin də çox ciddi qüsurlu tərəfləri var. Bax, elə mən də onu istəyirəm. Gəlin o fəlsəfələri, o yanaşmaları bir-bir sökək, çünki məncə otaqdakı fil, necə deyərlər, əsl diqqət mərkəzində olmalı məsələ məhz budur. Tutaq ki, təsəvvür edək, mən qərar verən şəxsəm, nazirəm və ya komitə sədriyəm və ən sadə, bürokratik cəhətdən ən rahat yolu seçirəm. Bu da universal yanaşmadır. Universal sistem. Yəni, hər bir uşaq üçün tam eyni məbləğdə standart bir rəqəm müəyyən edirəm. Qanun yazıram ki, istəyirsən neft şirkətində rəhbər ol, milyonler ol, istəyirsən də minimum əmək haqqı ilə güclə dolanan sadə bir fəhlə ol, uşağına eyni pulu verəcəyəm. İndi bu kənardan kağız üzərində çox ədalətli və asan görünür, elə deyilmi? Heç kimi ayırmayam. Bəli, kağız üzərində idealdır. Amma məntiqi olaraq düşündükdə, ayda 10 minlərlə manat qazanan o böyük şirkətin rəhbərinə uşaq pulu vermək, bu büdcə üçün böyük israf və əslində sosial ədalətsizlik kimi səslənmirmi? Çox pis səslənir və əslində elə universal sistemlərin də ən çox tənqid edildiyi, ən çox hücuma məruz qaldığı nöqtə məhz buradır. Bizim iqtisadi dildə buna resursların səmərəsiz xərclənməsi deyirlər. Yəni pulu havaya sovurmaq? Tam olaraq. Çünki niyə dövlət heç bir ehtiyacı olmayan, onsuz da yüksək gəlirli birinə əlavə pul ödəməlidir? Əgər büdcədən ayrılan o devasa vəsait həqiqətən ehtiyacı olanlara yönəldilsəydi, o zaman o az təminatlı